Aile başçıyım, çöldə qalmış. Bir gün qalmağıza yerim yoxdur. Nə də evdən çıxartdılar, kvartira pulu vermədilər. Mən nə vermədiyim, qardaş, mənə yerimə sənsin. Deyə, paran başını daşıma salım, denən deyim. Qardaş, bilirsən nə var? Azərbaycan Respublikasının qanunu var ki, vətəndaşın mülkiyyəti toxunulmazdır. Yenə deyirəm, Bakı şəhəri Nozor qardaşları 55-də mənim həyat yoldaşım Quliyev Məhbəli qızının adında fərdi yaşayış evimiz var. Pilot 16 evimiz tərəfindən Nəsim rayon məhkəməsinin qərarı ola bizim adresdə qazıntı, söküntü, tikinti qadağan edilsin və avtomobil gediş-gəliş yolumuzda xidməti yolda qazıntı qadağan edilsin. Ona baxmayaraq Nəsim rayon Nozor qardaşlarında Pilot 16 evimizin şirkəti Quliyev Aslan Raqifoğlu və onun başında duran Vüqar Qasımov Qaraçişoğludur. Keçmiş İmişli rayonu sabit deputatın qardaşı Əsabir Qasımovun qardaşıdır, Vüqar Qasımov. Deməli, mənim 7 noyabr 2024-cündə qeyri-qanun, yenə deyirəm, Nəsim rayonu məhkəməsi qərarı ola qeyri-qanun heç bir aramızda razılaşma olmuyor. Evimi uçurduqlar, evimin içində hal-hazırda da fundament işləyirdi, qazıntı işləri görürlər. Və dəfələrlə Nəsim rayonunun məhkəməsinin icraçısı, yəni rəisi, icra şöbəsinin rəisi Şamxar Quliyevə demişəm. Cəlaləddin Əliyevə demişəm, cənab rəis, icranın rəisi, cənab Cəlaləddin Əliyev. Mənim avtomobil piyada geliş yolumu bərpa eləyin. Mənə deyirlər ki, biz bərpa eləyə bilmirik. Hardan istən geçəcək, hardan gef gəlməliyəm. Bütün hamısını zabora alıblar. Bugünkü günlərdə 8 baş ailə başlayacaq, biz çöldə qalmışıq. Başa düşdün? Görürsünüz, bax. Bax, o yer mənim yerimdir. Mənim evim bax burada yerləşir. Qeyri-qanunsuz, razılığımız aramızda razı olmadan evimi uçurduqlar, evimi yerinə katlaman işi görürlər. İstəyirlər ki, burada hündür mətrəfəli evlər tikələr. Deyirəm, mən torpaq mənim deyil, şəxsim mənim mülkümdür. Vermirəm torpağımı. Özüm tikəcəm. Nəyə görə mən burada şəhərin ortasını atmalıyam ki, ev masajsızda yaşamalıyam. Nə bilirsə, mən sərf eləmir. Torpaq mənimdir. Tikintidir. Əslində onlar məndən şərik tikməlidirlər oranı. Torpaq mülkiyyət mənimdir. Başa 2023-cü il mart ayının 18-də evimi uçurdanda Quliyev Aslan Raqifoğlu'nun göstərişini özü sökür. Özü dağıdıb evimi. Ondan sonra da Əl-Sahib adlı şəxs sahəm bunların rəisidir. O boynuna götürüb. Ona da bu yaxınlarda Apelasiya məhkəməsində 4 il həbs veriblər. Onu tutublar. Ondan sonra da bu ev uçurdan İlqar müəllim uçurdu. İlqar müəllim uçurdu. Deyirəm də bu yönü. İlqar müəllim Havin Parkının icrası direktorudur. Nətər ki, Quliyev Aslan Raqifoğlu Pilot 16-nın MMC-nin direktorudur. Yenə deyirəm, onların başında duran Qasımov Vüqar Qaraçişoğludur. İşin bu şirkətin böyüyü Qasımov Vüqardır. Deməli, 07-si 2024-cü ildə evimi aydan uçurduqlar İlqarla Aslanın təşkilatçılığından. Və Nəsim rayon prokurorluğunda 186-nın biri, 186-nın ikisi və 309-un ikisi ağır cinayət açılıb. Bu günə qədər də Quliyev Aslan haqqında və Həsənov İlqar haqqında həbs qəti imkan tədbiri görülmür və Nəsim rayonunun prokurorluğu cənab Həsən müəllim işi də vermir məhkəməyə. Cənab prezidentə dəfələrlə məktub yazmışam. Cənab Kamran Əliyevə baş prokurorluğa məktub yazmışam. Məktubuma imkan vermirlər ki, nə cənab prezident alsın, nə də cənab prokuror. Baş prokurorluqda da olmuşam dəfələrlə qəbulda. Baş şəhər prokurorluqda da olmuşam. Nəsim rayon prokuroru Həsən müəllim mənim yanında 21 yanvarda Həsən nədir? İlqar Həsənov İlqar Vidadoğlu'nun haqqında dedi ki, Yusufi razı salmasa sizi həbs edəcəm. Bugünə qədər heç bir həbs qəti imkanı yoxdur. Nə də işi məhkəməyə göndərir. İlqar müəllim, onu da deyim ki, onun şirkətin yerləri bilsin, cənab Vüqar müəllim Qasımov. Deməli, bir il bundan qabaq, həmən o Həsənov İlqar Vidadoğlu mənə demiş ki, mən kömək edəcəm sənə. Deməli, 1 milyon pul alacağım, ondan müəyyən sumanda 30% istəyib yadımdan çıxır. Ancaq mən yenə də bugünkü gündə onlar ki, mən qarşı bu qanunsuz eləyib gəliş yolumda, avtomobil yolda, yəni toxunulmamışdı, emini sürmamışlar, yaşayırdım.
mən sərf edir. Mən bu gün də deyirəm. Mən Baş şəhərin Nəsimov mərkəzində evimi verib, nə Ceyf Nardalanda yaşamayacağım, nə də nədir, Mehtabadda yaşamayacağım. Yenə deyirəm, Azərbaycan Respublikasının qanunu var, vətəndaşın mülkü toxunulmazdır. Bu mülk mənimdir. Mən istəyərəm, bunu 5 manata sataram, 100 manata da sataram. Mülk mənimdir. Bu gün o mülk mənim mülküm, onlara lazımdır. Düzdür? Amma gəlib məndən xahiş eləməli ki, xahiş eləm bu mülkü sat mənə. Mən onlara yox. Ancaq ona baxmayaraq, onların o qədər havadarları var ki, evimi uçurdular, bax, bu gün mən evsiz qalmışam. Görürsün, mənim evim yerində hündür mərtəbəli evin katlamanını tökürlər. Mən dəfələrlə getmişəm Nəsim rayon məhkəmənin icra şöbəsinə xahiş eləmişəm, tələb eləmişəm və ondan sonra da cənab Əliyyə Nazirinin birinci müavini Mübariz Əhmədovun göstərişindən sonra mənim bu işimi saxlayıblar. Yəni onları qoymurlar işləməyə. Xahiş edirəm, mənim müraciətim ölkənin prezidenti cənab İlham Əliyevədir, Azərbaycan Respublikasının baş prokurorluğu cənab Kamran Əliyevədir və kim? Görsən. Araşdırma zamanı müəyyən edilmiş ki, Məhbə Quliyev və məxsusi fərdi yaşayış evinin yerləşdiyi Bakı şəhər Nəsim rayonu Nozov qardaşı 55-də ünvanında və ətraf ərazilər söküntü, qazıntı, tikinti işlərinin aparılması pilot onarlı ev tərəfindən həyata keçirilməsi baxmayaraq da qadağan edilir. Quliyev və Məhbə qızı yaşayış evində direktor Həsənov İlqay icrası Hidayətoğlu tərəfindən qanunsuz olaraq sökülmüşdür. Odur ki, törədilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 309-un ikinci maddələrinə tərkib əlamətləri olduğundan fakta görə həmin maddələrə cinayət işi başlanmasını və istintaqı aparılmalıdır. Deməli, sizə məlumat verim ki, Nəsim rayon prokurorluğunda həmən İlqar haqda deməli 7-si noyabrda 2024-də istintaq, yəni cinayət işi açılıb və ona baxmayaraq bütün faktlar var, evi nətər sökür, hamısı videosu var, şahidlər var. Ona baxmayaraq Nəsim rayon prokuroru cənab Həsən müəllim bu günə qədər nə onun haqqında qəti imkan tədbiri görmür, həbs imkan tədbiri nə vermir ağır cinayətlərə. Nə də mənə imkan vermir ki, dəymiş ziyanı ödənilən. Yenə deyirəm, ona görə Nəsim rayon prokuroru Həsən müəllim. Bu günə qədər cinayətkar tutulmalıdır, həbs qəti imkan tədbiri görməlidir İlqarın haqqında və ən azından iş verməlidir ağır cinayətlərə, məhkəməyə. İmkan vermirlər. Həsən müəllimə hardansa təzyiq olunur, ona görə də işi vermir məhkəməyə. Nə də həbs qəti imkan tədbiri görmür. Onu da deyim, yenə təşkil edirəm ki, bu yol mənim avtomobil piyada gediş yarış yolumdur. Onu da məhkəmənin Nəsim rayon məhkəməsinin qərarı var. Ona baxmayaraq yolumu da zəbt ediblər.